1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-sinə qədər davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnaqları Şamaxı qəzasının 53 kəndində 8 mindən çox Azərbaycanlını qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız Azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnaqları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, 10 minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6000 silahlı əsgəri, eyni zamanda Daşnaq Sütun Partiyasının 4000-lik silahlı dəstəsi iştirak edib. 31 mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın